Əziz dostlar, proqramımızın bu yerində sizə bir sujet təqdim etmək istəyirəm. Sujetimiz bir rəsm sərgisindəndir. Tədbir 12 aprel Aviasiya və Kosmonavtika gününə həsr olunub. Bakıda Nigart Rəsm Mərkəzində təşkil olunan sərgidə istedadlı dostlarımızın çəkdiyi rəsmlər nümayiş etdirilib. Daha ətraflı sujetimizi izləyərək öyrənə bilərsiniz. Buyurun. Bakıda Nigart studiyada Ümumdünya Aviasiya və Kosmonavtika gününə həsr olunan sərgi keçirilib. Sərgidə uşaqların rəsm əsərləri nümayiş olunub. Onlar kosmosla bağlı təsəvvürlərini fırça və rəngarəng boyalarla ifadə ediblər. Tədbirdə müxtəlif dövlət qurumları və təşkilatların nümayəndələri, incəsənət adamları, uşaqlar, müəllimlər və valideynlər iştirak edib. Sərgi iştirakçıları balaca rəssamların əsərləri ilə tanış olub və onların əl işlərini yüksək qiymətləndiriblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Qurbanova sərginin mahiyyətindən danışıb. Rəssam bildirib ki, belə tədbirlər uşaqların dünya görüşünü genişləndirir. Eyni zamanda onların incəsənətə olan marağını gücləndirir. Biz hər dəfə sərgilərdən öncə uşaqlara suallar veririk, hansı mövzu sizin üçün daha maraqlıdır deyə. Onlar üçün ən çox maraqlı olan mövzu əslində kosmik aləmin sehridir. Uşaqlar bir-birindən maraqlı, bir-birindən gözəl, gözləmədiyim dərəcədə çox gözəl işlər ərsəyə gətiriblər. Sərgiyə peşəkar sənət adamları da böyük maraq göstərib. Qonaqlar uşaqların istedadlarını üzə çıxarılması üçün belə tədbirlərin vacib olduğunu qeyd edib. Edərəm bir daha sözü var. Deyir ki, xalqın mədəniyyətini və incəsənəti var. Bugünkü sərgi çox gözəldir. Ona görə burada imkan var uşaqlar öz fantaziyasını göstərsinlər. Çıxış edən tədbir iştirakçıları bildirib ki, müasir dövrdə uşaqların kosmosla maraqlanması və təsəvvürlərini ifadə etməsi həm elmi, həm də estetik baxımdan çox önəmlidir. Bugün kosmos əsridir şübhəsiz ki, bax məhz ona görə də bu uşaqlar üçün bu sərgi keçirilir. Nə qədər onlar inkişaf eləsələr uşaqlarımız və Azərbaycanın gələcəyi də şübhəsiz ki, parlaq görsənir. Bugün bizim sərgimiz kosmosa aiddir. Bütün uşaqlara uğurlar arzu edirəm. Onlar gələcəyin ulduzlarıdır. İnşallah hamısının ulduzları daim parlasın. Sərginin əsas qəhrəmanı olan uşaqlar öz sevinc və təəssüratlarını bizimlə bölüşüblər. Hər bir uşaq öz sərgisini təmsil eləyir və olduqca rəngarəng və gözəldir. Hardadır sənin rəsmin? Burada. Sən burada nə çəkmək istəmirsən bu rəsmdə? Kosmonavt. Bu adam kitabı oxuyur və nə oxuyur burada görürsünüz. Ümumdünya Aviasiya və Kosmonavtika gününə həsr olunan tədbir uşaqların yaradıcı bacarıqlarının inkişafına dəstək olmaqla yanaşı, onların öz potensiallarını nümayiş etdirmələri üçün də əlverişli mühit yaradıb. Sərgi aprel ayının 20-sinədək davam edəcək.